Seriozum. Bir saniye necədir? Sənə bir söz demək istəyirəm. Üzvə deyəmirəm, ona görə belə oturmuşam. Çağıram, bilmirəm, necə deyim. Sen axırıncı dəfə utananda seni sevirəm demiştin. Bu da elə bir şeydir. Yo, bu başqa söhbətdir. Bir sənə söhbətdir. Mənim Rusiyada bir dənə uşaqlıq dostum var. Onunla günlərim olub da. Vurub yıxan oğlandı. Aha. Bu qara dünyanın adamıdır. Hamı onu tanıyır. Bu deməli o şirin quş var ha. Onu soğuranda həmin o şirin quş qalıb onun boğazında. Əməliyyatlıqdır, xəstəxanalıqdır, nə bilim. Salam, hər vaxtınız xeyir olsun. Mən blogerəm, şəhərdə sorğu keçirdirəm. Geyimlərinizi neçə almısınız? Ala bir dəqiqə deyən ha. Görsən simyanla oturmuşam ala. Üzərindəki geyimdə. Keçək mənə qıraqda çək. Söndür ala onu. Blogerəm. Heç bilsən blogerin mənası nədir? Gedinmirsən mın xırdalığına? Hə? Bu çəkmə ilə də öyrə. Ay qardaş. Nə istəyirsən? Nə? Paltarların qiymətini deyim. Bəli. Başlayaq papaqdan. Bu papağın qiyməti demək olar ki, yoxdur. Başa düşdün? Bu çox dəyərlidir mənim üçün. Çünki bu papaq çox söhbətlər görüb. Mən bana çox təsbihlər görüb. Başınıza təsbih vurublar. Ala keçsən hala. Kim mənim başıma təsbih vura bilər ala? Ömrü bu mənim başımda papaq olub ala. Saçma. Hə. Sonra nə qaldı? Başım bu sportivni də vitrovka. Uşaqlıqdan mama alıb mənim üçün. Hala indiyənə kimi yanımdadır. Nə niyə? Yüyə böyüyüb də bu başa düşdün hə. Heç yanımdadır. Sonra şalvar özümün deyil. Açığı nə qalan deyim. Şalvar mənim dostumun Balalinindir. Bir dəfə söhbət oldu. Söhbətin elə anında mənə şalvar lazım oldu ki, Balali 2 dəqiqə bunu həll elədi. Başa düşdün? Hə, başa düşdüm. Bəs ayaqqabı? Ayaqqabı da mənim deyil. Bir günlərim rəsk gəldim evə, gördüm ala qapımızın ağzı dolu belə kişi ayaqqabısı. Birini götürdüm, giyindim ayağıma. İndiyənə kimi şəhərdə ayaqyalın adam axtarıram. Başa düşdün? Soxacam ona. Aha, nə maraqlı aksesuarınız var. Bəs bunun qiyməti neçədir? Ala nə aksesuar ala? Ala bu soyuq silahdır. Bunu bilmənə icazə verirlər gəzdirməyə. Bir də Aşıq Əliyə. Baxıma da Aşıq Əli hər an acıya bilər də. Nə qədər çıxartdı yeməyini idi. Bu da ki, məlum məsələdir, nəyə görə məndədir. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Var olun. Sağ ol, qorxdun? Get. Sağ ol, çox sağ ol. Tamam. Seriozum gəldim. Bağışda sənə 2 dəqiqəlik tək qoydum.